Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün 4 aprel 2025-ci il tarixində Rus bölməsində tədris alınan şagirdlər üçün Azərbaycan dili dövlət dili kimi DİM tərəfindən imtahan təşkil olundu və mən bugün Azərbaycan dili suallarının izahlarını sizinlə bölüşəcəm. Əgər siz videonu izləyirsinizsə, əməyə zəhmətə dəyər əlaməti olaraq videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Qeyd edeyim ki, 1-4 sayılı tapşırıqlar demək, dinləmə mətni əsasında olduğu üçün dinləmə mətni əlimdə olmadığından o sualların cavablarını sizinlə bölüşə bilməyəcəm. Amma şərh bölməsində yazıb suallarınızı ünvanlaya bilərsiniz və yaxud da mətnin ümumi məzmununu qısa şəkildə qeyd etsəz belə sualların cavablarında köməklik edə bilərəm. Keçək 5-ci suala. 5-ci sual demək qrammatika sualıdır. Deyir ki, hadisələri ardıcıl şəkildə baş vermiş tabisiz mürəkkəb cümləni müəyyən edin. Birincidə A variantında deyir ki, işıqlar gözlənilmədən söndü, ona görə paltarları ütüləyə bilmədim. Bu görürsünüzmü? Tabisiz mürəkkəb cümlə istəyir. Həm də deyir ki, ardıcıl şəkildə olsun hadisələr. Burada ardıcıl şəkildə deyil, səbəbdir. Ona görə A variantını çıxıram. B-dədir ki, pərdə açıldı, gözlədiyimiz tamaşa başladı. Aha. Burada cavab əlbəttə ki, B variantı olacaq. Pərdə açıldı və gözlədiyimiz tamaşa başladı. Ardıcıl olur, bəli, B variantı. Amma C-yə də baxaq. B-ni elə işarələdim ki, C-yə yer qalmadı. Aha, C variantı. İşdən yorğun gəlsəm də, sa plus da modeli varsa, tabeli mürəkkəb cümlədir. Ona görə bunu çıxıram C-ni. Həm Nizami Gəncəvi, həm də Məhəmməd Füzuli Leyli və Məcnun adlı poema yazıblar. Bu ümumiyyətlə sadə cümlədir, tabisiz deyil. Çıxıram. Uşaq bütün sualları cavablandırdı, vərəqi təhvil verdi. Aha, şagird burada çaşa bilər, amma baxın, uşaq bütün sualları cavablandırdı. Bütün sualları cavablandıranda uşaqdır və vərəqi təhvil verən də uşaqdır. Bir mübtəda bir neçə demək cümləyə aid olursa, biz onu sadə cümlə götürürük. Ona görə Y variantında çıxırıq. Aha, sonra keçirik növbəti suala. Növbəti sualda deyir ki, qoy sözü hansı cümlədə ədat kimi işlənmişdir. Baxaq. Mane olma, qoy dərsini oxusun. Deyirdik ki, əgər cümlədə demək, təsriflənən feil varsa xəbər mövqeyində biz qoy sözünü ədat kimi götürürdük. Bizə də deyir ki, ədat kimi işlənməmişdir. A variantında işlənmişdir. Çünki burada oxusun sözü əmr şəklindədir. B-yə baxıram. Qoy ay anam, hər şey sən istədiyin kimi olsun. Olsun yenə də əmr şəklindədir. Demək, qoy burada nədir? Ədatdır, çıxıram. Qoy mən yenə söhbət açım ilk baharımdan. Yəni, söhbət açmaq burada, bəli, feildir və qoy sözü də burada ədat mövqeyindədir. Çıxıram. Kitabları yerinə qoy, qızım. Sonra bura gəl. Bax, burada kitabları yerinə qoy hissəsində qoy, əmr şəklində olan, demək, təsriflənən feildir. Ona görə bizə də ədat kimi işlənməmiş variant lazım olduğu üçün D variantı bizim cavabımız olacaq. Keçmə namərd körpüsündən qoy aparsın sel səni. Aparsın, feildir burada. Təsriflənən qoy da burada ədatdır. Y variantında ola bilməz. Demək, cavab oldu 6-da D variantı. Hansı birləşmədəki sözlərin arasına parlaq sözünü əlavə etmək olmaz? Qısası burada bizdən onu istəyir ki, yəni 3-cü növ təyini söz birləşməsi olsun. Çünki biz 3-cü növ təyini söz birləşməsinin arasına istənilən qədər söz daxil eləyə bilərik. Kəmərin muncuqları, kəmərin parlaq muncuqları qoymaq olur. Həm də 3-cü növ təyini söz birləşməsidir. Lampanın işığı 3-cü növdür. Lampanın parlaq işığı deyə bilirəm. C-ni də çıxıram. Parçanın sapları 3-cü növdür. Parçanın parlaq sapları deyə bilirəm. Çıxıram. Divarın boyası 3-cü növdür. Divarın parlaq boyası da deyə bilirəm. Amma günəşin şüaları 2-ci növ təyini söz birləşməsi olduğu üçün ona görə bizim cavabımız olacaq B variantı və biz elə bir qayda keçməmişik ki, 2-ci növün arasına istənilən qədər söz daxil edə bilərik deyə. Ona görə B variantı bizim cavabımız olacaq 7-də. 8. Hansı sözdə nöqtələrin yerinə ə hərfi yazılmalıdır? Burada həşərat sözü olacaq. Şahzadə sözündə A-nan yazılır. Fədakar sözündə A-nan yazılır. Fəda sözündən əmələ gəlmişdir. Xəcalət sözündə A-nan yazılır. Təvazökar sözündə A-nan yazılır. Həşərat sözündə Ə-nan yazılır. Cavab olacaq A variantı. Sonra baxırıq 9-a. Hansı cümlədə o əvəzliyindən sonra vergi işarəsi qoyulmalıdır? Qoyulmalıdır deyir bizə. Baxaq Y-dən, o uşağı mən də görmüşəm. Burada artıq o işarə əvəzliyi iki mövqedə işlənə bilər birincisi. Birincisi ola bilər şəxs əvəzliyi kimi, sonra ola bilər işarə əvəzliyi kimi. İşarə əvəzliyi kimi olanda biz vergül işarəsindən istifadə etmirdik. Baxıram ki, burada işarə əvəzliyidir. Çıxıram. Qoyulmalıdır çünki istəyir bizdən. O gah gülür, gah da ağlayırdı. Burada ümumiyyətlə təkrar olunan bağlayıcılarda gah-gahda, həm-həmdə, dadə bağlayıcılarında
ya da bağlayıcılarında biz ikinci gahdan sonra əvvəl daha doğrusu qoymalıydıq. Yəni burada o-dan sonra vergül qoyulmaz. Çıxıram. Pəncərədən gördüm ki, o gəlir. O-dan sonra təsriflənən feil gəlirsə biz deyirdik ki, vergül işarəsi olmaz. Ona görə də çıxıram. O da sənin kimi qoçaqdır. Dadə burada nədir? Bağlayıcı mövqeyindədir. Biz də deyirdik ki, köməkçi nitq hissələrindən modal sözlər və nida xaric olmaq şərti ilə hər hansı biri gələrsə, o zaman biz durğu işarəsindən istifadə etmirik. Burada da istifadə etmirik, çünki bağlayıcıdır. O kitab oxumağı sevir. O, bəli, burada şəxs əvəzliyi fonundadır. Bəli, həm də görürsünüz ki, şəxs əvəzliyindən sonra da kitab oxumağı nəyi sevir? Məsdər tərkibi gəlir. Ona görə də burada qoyulacaq. 9-da cavab A variantı. 10. Yalnız isimlərdən ibarət cümləni müəyyən edin. Uşaq həkimi Dilarə xanım mənim xalamdır. Mənim əvəzliyi var burada. Ona görə A variantını çıxıram. Məktəblilər ağacları və qızıl gül kollarını suladılar. Kollarına qədər hamısı isimdə, amma suladılar feildir. Çıxıram. Şah İsmail Xətainin anası Aləmşah bəyin müdrik qadın idi. Müdrik sifətdir. Çıxıram. Bakı şəhəri Azərbaycanın paytaxtıdır. Bəli, cavab D variantı olacaq. Çünki hamısı isimdir. Bənövşənin ətri otağa yayılmışdı hissəsində. Yayılmışdı sözü feildir. Çıxıram. Cavab olur onda D variantı. 11. Sadə cümləni müəyyən edin. Uzaqdan tanıdım gələn Polad idi. Aydınlaşdırır. Görürsünüz ki, çıxıram. Nənəm hər il səməni cücərdir, hamımıza pay verir. Yenə də bayaqki demək sualda olduğu kimi nənəm mübtədası səmənini cücərdəndə nənəmdir. Pay verən də kimdir hamımıza? Yenə də nənəmdir. Ona görə də burada cavab olacaq B variantı. Onun atası həkim idi, anası isə mühəndis olub. Həkim idi, kim? Onun atası, mübtədası. Mühəndis olub, kim? Anası. Ona görə də burada anası və atası görürsünüz ki, ayrı-ayrı mübtəda, ayrı-ayrı xəbərdən ibarətdir. Ona görə cavab olacaq burada. Cavab olacaq burada B variantı, amma yenə də D-yə, Y-yə baxaq. Futbol oynamağa getsək, sasə var burada. Ümumiyyətlə sadə cümlə hesab oluna bilməz. Bu niyə belə oldu? Sasə var burada, ona görə hesab oluna bilməz. Çıxıram. Yəni sadə cümlə deyil, tabeli mürəkkəb cümlədir. Gün çıxmışdı, hava isə hələ soyuq idi. Çıxan gündür. Soyuq olan nədir? Havadır. Ona görə ayrı-ayrı mübtədaları var. Bu tabisiz mürəkkəb cümlədir. Cavab olur B variantı. 12. Xəbəri feillə ifadə olunmuş cümləni müəyyən edin. A-da cənnət anaların ayaqları altındadır. Anaların ayaqlarının altındadır. İsmi birləşməklə ifadə olunmuşdur. 3-cü növlə və biz də bunu təyini söz birləşməsidir. Və biz bunu götürürük ismi birləşmə. Yəni feillə ifadə olunmayıb xəbər. Dərd insanı qocaldır. Bəli. Qoca sözündən qocal, qocaltır. Yəni burada cavab olacaq B variantı. Ehtiyat igidin yaraşığıdır. İgidin yaraşığıdır nə? Ehtiyat. Yenə də 3-cü növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur. İsmi xəbərdir. Bilikli olmaq ən böyük qazancdır. Qazancdır. Yəni burada isimlə ifadə olunmuşdur. Ona görə çıxıram. Bacarıq ağılın işarəsidir. Ağılın işarəsidir. Yenə də 3-cü növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur. Yerində çıxıram. 13-də hansı cümlə frazeoloji birləşmə ilə başlayır? Şirin sözlər uşağın könlünü aldı. Könlünü aldı frazeoloji birləşmədir. Daha doğrusu uşağın könlünü aldı bir yerdə gedir. Və bu görürsünüz ki, cümlə bitir, başlamır. Başlayır istəyir bizdən. Ona görə anı çıxıram. Burnumun ucu soyuqdan göynəyirdi. Bu həqiqi mənada burnunun ucunu soyuqdan göynəməsidir. Ona görə bu frazeoloji birləşmə deyil, çeynənmiş sualdır. Yəni topluluqda da bu tip suallara rast gəlirik biz. Yola düşən daş gediş-gəlişi çətinləşdirmişdi. Yola düşən daş, bu yola düşmək həqiqi mənadadır burada. Həqiqətən də yola düşən daşdan söhbət gedir. Uşaq ağzını açanda təzəcə çıxmış dişi göründü. Ağzını deyir ki, üstümə ağzını açma. Yəni o mənada olanda məcazi mənadadır. Amma burada həqiqətən də ağzını açır və onun dişlərini görürüksə, məcazi məna yox, həqiqi mənada da çıxıram. Hirsi başına vurduğundan, bəli, hirsi başına vurmaq frazeoloji birləşmədir və cümlə frazeoloji birləşmə ilə başlayır. Bizə də başlayan istəyirdi. Cavab Y variantı. 14. Əsərin geniş təhlili ifadəsində altına xətt çəkilmiş sözü hansı sözlə əvəz etmək olar? Geniş sözünü ətraflı sözü ilə əvəz etmək olar. Bəli, cavab olacaq D variantı 14-də. Qrammatika suallarının izahı bu qədər. İndi isə keçək mətn suallarına. Demək 15-22 sayılı tapşırıqlar mətn üzrədir. Suallar Əhməd Hüseyn mətnidir. Yəqin ki, mətn barədə siz məlumatlısınız və yaxud da məlumatlı deyilsinizsə, videonu saxlayıb, mətnlə tanış olub, daha sonra sualları mənimlə birgə cavablandıra bilərsiniz. Baxaq 15-ci suala. Üzərində rəqəm yazılmış hansı sözlər yerinə görə məcazi mənada işlənmişdir? Fikirlərin oxuması, bəli, məcazi mənadadır. Biri götürürəm.
Sonra yerə salı, xahişini yerə salmaq məcazi mənada da götürürəm. Sonra xalqa söyləmək məcazi mənada deyil, 3-ü götürmürəm. Bu qədər sadə insan kimi aparırsan, özünü aparmaqdan söhbət gedir, 4-ü götürürəm, 5 varmı? O adam da dönüb sizə baxdı, dönüb həqiqi mənada dönmək sözündən gedir burada söhbət. Ona görə burada olacaq cavab məcazi mənalı istədiyi üçün 1, 2, 4 cavab C variantı. 16. Mətndə altından xətt çəkilmiş sözün düzgün izahını müəyyən edin. Burada altından xətt çəkilmiş söz adaşım sözüdür. Eyni adam mənsub olan şəxslərə adaş deyirlər. Yəni burada da cavab Y variantı. Konkret cavabı olan bir sualdır. Ona görə digər heç variantların izahına məncə ehtiyac yoxdur. Cavab Y variantı. Adları eyni olan adamlar adaş adlanırlar. 17. Əhməd Hüseyn hansı fikirlə nitqini tamamlaya bilər? Burada söhbət ondan gedirdi ki, yəni Əhmədə verilən sualları düzgün cavablandırması və bunu da təbii ki, düşüncəsi ilə bacarmasıdır. Yəni, güclü müşahidə qabiliyyətinin olmasından irəli gəlirdi. Cavab olacaq burada A variantı. Güclü müşahidə qabiliyyəti və diqqət insanların həyatı, onların fikirlərini öyrənməyə imkan verir. Yəni, digərlərində isə biz mətnə uyğunlaşdıra bilmirik. Çünki həqiqətən də deyir ki, nə bildin adaşındır? Deyir ki, mənim adımı Əhməd çağıranda o da dönüb baxdı, bildim adaşımdır. Nədən bildin bəs ustadır? Bilir ki, əllərinin qabarından, döyənəyindən bəlli idi. Bəs nə bildin deyir ki, şirin bir şey yeyib, deyir başına yığışan arılardan bildim. Təbii ki, bunu da nə ilə müəyyən edir? Müşahidə üsulu ilə. Ona görə cavab 17-də A variantı olacaq. 18. Hansı fikir mətnin məzmununa uyğun deyil? Baxaq. Əhməd Hüseyn təkəbbürlü lovğa deyildi. Bəli, lovğa deyildi. Uyğun olmayanı istəyir. Lovğa deyildi. Deyir ki, sən niyə bu qədər sadə insansan? Yəni, bu cür sənin qabiliyyətin var. Səni kimə göstərsəm deyir ki, yəni, necə deyim, bəlkə də imam müqəddəs adlandıracaq. İnsanlar sənin müqəddəsliyinə inanırlar. Yəni, niyə özünü bu qədər sadə göstərirsən? Təkəbbürlü deyildi, düzdür. B-də Əhməd Hüseyn Sultanın verdiyi hər üç suala doğru cavab verir. Adını soruşur, doğru deyir. Nə iş peşə sahibi olduğunu deyir, düz deyir. Və bir də nə yediyini soruşur, düz deyir. Bəli, B də düzgündür. Əhməd Hüseyn qeyri-adi bacarığa sahib olduğunu sübut etdi. Əslində, qeyri-adi bacarığa malik olduğunu yox, güclü müşahidə qabiliyyətinin olduğunu sübut etdi. C variantı yanlış cavabdır. Əhməd Hüseyn Bənna Əhmədi ilk dəfə görürdü. Burada bəli, Əhmədi ilk dəfə görürdü. Çünki əvvəl görsəydi, yəni ən azından adı məlum olardı. Usta Əhməd zəhmətkeş idi, bəli, zəhmətkeş idi. Çünki əlləri qabarlı idi. Mətnin giriş hissəsində işlənmiş dolaşmaq sözü kontekstə görə hansı mənada işlənmişdi? Dolaşmaq sözünü burada onların gizli sirlərinə agah olması barədə şairlər dolaşırdı, gəzirdi, yəni yayılırdı. Dolanmaq sarılmaq deyil, yayılmaq, bəli, yayılmaq, dildən dilə düşmək mənasını. Çaşmaq səhv etmək də deyil, sataşmaq heç deyil, dolaşıq düşmək ümumiyyətlə deyil. Mətnə əsasən uyğunluğu müəyyən edin. Giriş əsas hissə nəticə hissəsi verilmişdi bizə. Baxaq aya. Deyir ki, Sultan Əhməd Hüseyni saraya dəvət etməsi. Bax, burada dəvət eləyir. Deyir ki, onu saraya dəvət edir. Giriş hissə bax, buradan bura qədər olan hissədir. Bu hissədə düşür, demək, giriş hissəyə. Ona görə A-nı yazıram bura. Sonra, Sultanın Əhməd Hüseyni sınağa çəkməsi. Bu, sınağa çəkməsi bax, burada baş verir, yəni. Ona görə adını soruşur, nə yediyini soruşur, digərinin. Ona görə B-ni yazıram bura. Sonra baxıram C-yə. Əhməd Hüseyn haqqında şayələr. Şayələr yəni çox gəzirdi. Bəli, giriş hissədə verilmişdi ki, şayələr dolaşırdı onun haqqında. Giriş hissədə var. Sonra baxıram D-yə. Əhməd Hüseynin şayələrə aydınlıq gətirməsi. Aydınlıq gətirməsi əslində nəticə hissəsində idi ki, yəni başa salır da əslində onu ki, yəni nəyə görə yəni mən beləyəm. Sonra Y-dədir ki, Əhməd Hüseynin saraya gəlməsi əslində birinci dəvət edir, gəlmir. Bəhanə ilə gətizdirir, yəni saraya sonradan. Yəni axırda gəlir də saraya gətizdirir. Yəni bu da düşür, saraya gətirdir. Bu da düşür əsas hissəyə. Əsas hissəyə düşürsə, bunu da yazıram əsas hissədə. Demək, haradaydı o? Y. Demək, 1-ə AC, 2-yə BY, 3-ə D, cavab C variantı olur. 21-ə baxaq. Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Əhməd Hüseyn və Sultan haqqında. İşgüzar idi. Əhməd Hüseynin işgüzarlığından söhbət getmirdi burada. Məntiqli idi. Bəli, əlbəttə ki, məntiqli idi. Saray nümayəndəsi idi. Sultan saray nümayəndəsi idi. Əhməd Hüseyn yox. Həqiqət axtarandı. Sultan həqiqəti axtarırdı. Bəli, qeyri-adi bacarığa sahib idi. Sultan yox. Əhməd qeyri-adi bacarığa sahib idi. Ona görə burada olacaq, demək, 2-4 cavab B variantı. Sonra 22-ci sualda, əgər
cavab vərəqindədir təbii ki bu, amma cavablandırmaq olar. Sultan deyir Əhməd Hüseyni saraya dəvət etməkdə məqsədi nə idi? Ən azı deyir 2 fikir yürüdü. Əslində onun haqqında şayələrə, baxın burada şayələr dolaşırdı. Aydınlıq gətirmək. İkinci də məsələn yazmaq olar ki, yəni sınamaq məqsədi ilə gətirir. Məqsədi ilə. Bu fikirlər doğru ola bilər. İndi isə keçək növbəti mətnə. Möhtəşəm Miracle daşları. Demək, bu mətndə publisistik mətindir. Mətnlə yəqin ki tanışsınız. Yenə deyirəm, əgər tanış deyilsinizsə, mətni uzun-uzadı oxuyub sizin vaxtınızı almaq istəmirəm. Mətnlə tanış deyilsinizsə, videonu saxlayıb mətnlə tanış olub, daha sonra isə suallarınızı mənimlə birgə yoxlaya, cavablandıra bilərsiniz. Siz əgər bu arada videonu izləyirsinizsə, videonu bəyənməyi mütləq şəkildə unutmayın. 23-ə baxaq. Hansı fikir Miracle daşlarının mədəni əhəmiyyətini göstərir? Aha, baxaq 23-də mədəni əhəmiyyətindən söhbət gedirsə, artıq burada baxın Yeni Zelanda mədəniyyətinə xüsusi yer tutur. Deyir ki, bu yaranmış fərziyələr, əfsanələr. Demək, inanclardan söhbət gedirdi də burada. Ona görə cavab olacaq A variantı. Yəni mədəni əhəmiyyəti daşıması da yəni buradan bizə məlum olur. Ona görə də bu abzaslara əsasən müəyyənləşdiririk ki, qədim inancların, əfsanələrdə xalqın qədim inanclarının yaşaması göstərirdi. Ona görə 23-də cavab olacaq A variantı. 24. Mətndə daşların hansı xüsusiyyət öz əksini tapmayın? Baxın, burada diametri var. 0,5 metrdən 3 metrədək dəyişirdi deyir. Diametri verilmişdi. Sonra deyir, hər biri mükəmməl dairəvi formaya malikdir. Forması verilmişdi. Çıxıram. Sonra bunların yaşları təxminən 60 milyon il hesab olunur. Yaşı da verilmişdi. Aha. Sonra çəkisi deyir ki, çəkisi 10 tona qədər olurdu. Çəkisi də verilmişdi, amma rəngi verilməmişdi. Cavab 24-də olacaq A variantı. 25. Hansı cümlədə altından xətt çəkilmiş söz mətndə işlənmiş unikal sözünü əvəz eləyə bilər? Burada unikal, yəni tayı bərabəri olmayan mənasındadır. Yəni nadir mənadadır. Ona görə cavab burada olacaq A variantı. Şeyx Səfi xalçası sənət əsəri kimi nadir, təkrarsız, qeyri-adi mənasındadır. Burada təkrar ola bilməz ümumiyyətlə. Unikal sözü burada sifət formasında işlənmişdir. Burada təkrar zərfdə heç ümumiyyətlə uyğun gəlmir. O, hər kəsin qibdə etdiyi sevimli bir müəllim olmaq üçün çalışır. Sevimli başqadır, unikal başqadır. Yəni, sevimli hər kəs tərəfindən sevilən unikal nadir mənasındadır. Çıxıram. Qabaqcıl mədəniyyət işçiləri Şoya yola düşdülər. Qabaqcıl sözü sayılıb seçilən mənasında da unikal, təkrarsız yenə də qeyd eləyirəm. Musiqi mədəniyyət arasında körpü olan universal, hər tərəfli mənasındadır. Universal sözü də, yəni unikal sözü ilə calaşmır, yəni bir-birinə. Ona görə 25-də olacaq A variantı. 26. Hansı cümlə mətnin üslubuna uyğundur? Daş qəlbli insanları neylərdin ilahi? Mətnin üslubu qeyd edeyim ki, publisistik üslubdadır. Verilən A variantında olan isə bədii üsluba aiddir. Ona görə A-nı çıxıram. Ay bala, Sənubər xanım niyə özündən bu qədər razıdır? Məişət üslubuna uyğun gəlir. Bədii üslubun da bir parçası ola bilər. Çıxıram. Daş kimi yatıb qalmış köhnə xatirələr hərdən oyanır. Yenə də bu da bədii üslubdadır. Yenə də bunu da çıxıram. Maddə 22 hər uşağın təhsil alma hüququ var. Bu rəsmi işgüzar üslubdur. Çıxıram. Cavab qalır Y variantı. Ağdam rayonunda erkən orta əsrlərə aid daş heykəllər tapılmışdı. Dili sadə, anlaşıqlı, xalq tərəfindən başa düşülən və məlumat xarakterli olan publisistik üslubun xüsusiyyəti var Y variantında. 27. Hansı sualın cavabı mətndə yoxdur? Daşların ölçüsü nə qədərdir? Bəli, verilmişdir daşların ölçüsünün nə qədər olduğunu. A variantını çıxıram. Hər il Maori kəndinə gələn turistlərin sayı nə qədərdir? Turistləri deyirdi ki, yəni bura insanlar gəlir, turistlər gəlir. Amma onların sayı burada verilməmişdi. Yəni müxtəlif yerlərdən insanlar daşlara görə Maoriyə deyir gəlir, şəkillər çəkdirirlər, amma sayı yox idi. Cavab olacaq B variantı. Daşların unikal dairə forma almasının səbəbi nə idi? Burada deyir ki, sanki deyir ki, insan əli ilə yaradılmışdı, yəni onlar. Sonra daşlarla bağlı hansı fərziyələr var? Fərziyələr verilmişdi burada ki, bəziləri xalqın əfsanələrə görə bu daşlar vaxtla dənizin dərinliyinə itmiş. Arateru deyir ki, qayğının, bəziləri deyir ki, qayğının deyir ki, qalıqları idi. Bəziləri deyir ki, dinozavr yumurtası idi. Bəziləri deyir ki, tökülən kartof olduğuna inanırdılar. Yəni müxtəlif fərziyələr var idi.
Muarik daşları harada yerləşirdi? Bunu da deyirdi ki, ölkənin cənub dir sahilində Koyekok adı da qəribədir. Koyekohe çimərliyində yerləşirdi. Bunda qeyd olunurdu, yəni. 28-ə baxaq. Klassiyə tamamlayan fikirləri müəyyən edin. Çimərlik ərazidə yerləşir. Muarik daşları. Üzərində qeyri-adi naxışlar var. Bu var idi. Üzərində qeyri-adi naxışların olması. Baxın, həmin hissəni də deyim sizə. Bir dəqiqə. Daşlar. Biraz uzaqlaşdıraq. Cəlb edici naxışlar var idi. Yəni, bu var idi əslində. Heykəltaraşlar tərəfindən yaradılıb. Xeyr, bu yanlışdır. Bu tərəfində yox, bu tərəfində qoyaq. Xalq əfsanələri qədim daşlaşmış əşyaları təmsil edir. Bəli, bu düzgündür. Avropalar tərəfindən bura gətirilib yanlışdır. Yeni Zelandın dağlıq ərazisində yerləşir. Dağlıq yox əslində. Çimərlik deyir. Çimərliyində yerləşir. Dağlıq necə olsun ki? Ona görə 5 də yanlışdır. Cavab olacaq 1, 3. Cavab C variantı. 1, 3. Burada düşməyib, amma belə yazım ki, sizin üçün 1, 3. 29. Mətnin giriş hissəsinə aid plan bəndlərini müəyyən edin. Çöküntüdən yaranmış geoloji kürələr. Bu giriş hissədə bəhs olunmurdu. Giriş hissə buradan bura qədər olan hissədir. 1-i çıxıram. Gün batarkən daşların heyrətamiz görünüşü burada var idi ki, gün batarkən demək, baxın, gün batarkən deyir. Onların çox qəribə heyrətamiz görünüşü olur. Bax, bu cümlə altına xətt çəkdim. Demək, 2 var. 3-ə baxıram. Arateru qayığının daşlaşmış qalıqları bu nəticə hissəsinə aiddir. Çıxıram. 3-ü. Turistlərin diqqət mərkəzində olan kənd. Bəli, bu deyir ki, kənd Muarindən məşhurlaşıb ki, o da dünyanın müxtəlif yerlərindən insanlar gəlirdilər bura. Cavab olacaq 2, 4, Y variantı. 30-da səbəb-nəticə əlaqəsini istəyir. Bu da cavab vərəqindədir. Yəni, mən də bu sualı görmədiyim üçün cavablandıra bilmirəm. Ümumiyyətlə, demək, imtahanın izahı bu qədər. Yəni, vərəqin izahı bu qədər. Siz videonu izlədinizsə, kanala abunə olmağı, videonu paylaşmağı, bəyənməyi, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun.